hüquqi müstəvidə qabarsa, sən ondan cəriməsini ödəyəcəksən. Onda belə deyir də Fəthi müəllim. Sualım o sizə irad edirlər və ya digər iradları var ki, Quranda belə deyilir. Yaxşı, o döyüm məsələsində Quranda orada nüşuz kəlməsi keçir, həddi aşma. O nüşuz kəlməsi kişilər üçün də keçir. Yəni o ayələrdə deyir ki, elə ki qadınlar məsələn nüşuz, həddi aşdı, tədbir budur. Ondan sonra kişilərdən də danışır. Kişilər ki həddi aşdı, onda tədbiri budur. Məsələn, bu gün bizim cəmiyyətdə kişi ilə qadın arasında bir konflikt yaşansa, məsələn, qadın şiddətə məruz qaldı, gedib polisə şikayət eləsə, o qadına pis baxar cəmiyyət. Ki, sən həyat yoldaşından niyə gedib şikayət edirsən? Amma Quran nə deyir? Deyir, nüşuz eləsə, onun şikayət etmə hüququ var. Məsələn, şəri hakim dediyimiz gedib şikayət edə bilər ki, bu artıq həddi aşıb. İndi həddi aşmanda növləri var. Ya şiddət tətbiq edir, ya nəfəqəsini vermir, dolanışığını təmin etmir. Qadın da şikayət etmə hüququ var. Yəni demək istədiyim nədir? Sən əgər həqiqətən Quranın dediyini tətbiq etmək istəyirsənsə, o zaman bunları da nəzərə almalısan. Tək öz xeyri olanları danışmamalısan. Əlbəttə, cəmiyyət